قال الله تعالى في كتابه الكريم أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم وابتغ فيما أتاك الله الدار الآخرة ولا تنس نصيبك من الدنيا وأحسن كما أحسن الله إليك ولا تبغ الفساد في الأرض إن الله لا يحب المفسدين Sadaqallahul azim. Möhtərəm möminlər. Həzrət Peyğəmbərimiz sallallahu aleyhi ve sellem buyurur ki, insanın dünyaya və yüksək məqamə hərisliyi ucbatından dininə vurduğu zərər iki az qurdun sürüyə vurduğu zərərdən daha böyükdür. Dünya kəlməsi yaxın olmaq mənasına gələn dünüv kökündən törənmiş ən yaxın mənasındakı ədnə kəlməsinin qadın cinsində olan formasıdır. Dünya həyatı Quranda axirət həyatı ilə bərabər qeyd olunmuş. Bəzən ikisi arasında qarşılaşdırma edilərək axirət həyatının üstün olduğu bildirilmişdir. Quran-ı Kərimə görə axirət əməllərinə mane olmayan və onu ləngitməyən dünya həyatı halal bir nemət, hətta səadətdir. Hətta müsəlmanlara Rəbbimiz bizə dünyada da, axirətdə də yaxşılıq ver deyə dua etmələri tövsiyə olunmuşdur. Bəqərə surəsi 201-ci ayət. Möhtərəm möminlər, bir çox ayədə Həzrət Peyğəmbərə sallallahu aleyhi ve sellemə möminlərə xitab edilərkən dünya və axirət xoşbəxtliyi birlikdə qeyd olunmuş və bu Allahın xüsusi lütfi kimi qiymətləndirilmişdir. Çünki dünya xoşbəxtliyi ilə axirət səadəti bir-birinə zidd deyil. Axirət xoşbəxtliyini qazanmaq üçün dünyadan imtina etməyə ehtiyac yoxdur. Dünyada rifah içində yaşayaraq da axirət xoşbəxtliyi əldə edə bilərik. Ancaq axirətini itirənlər dünyada da xoşbəxt ola bilməzlər. Bundan başqa, Quran-ı Kərimdə dünya və axirət arasında seçim etmə məcburiyyəti ortaya çıxdıqda heç şübhəsiz axirət həyatının seçilməsi istənilmişdir. Əksini edənlər isə şiddətlə qınanmışdır. Dünya həyatını axirətdən üstün tutan, insanları Allah yolundan döndərən və əyri yolu istəyənlər haqdan uzaq bir zəlalət içindədirlər. İbrahim surəsi 3-cü ayət. Həzrət Peyğəmbərimiz sallallahu aleyhi ve sellem dünya haqqında belə buyurmuşdur. Mənim dünyadakı misalım bir səyyahın halı kimidir. O bir ağac görər, o ağacın kölgəsində biraz istirahət edər, sonra onu tərk edib yoluna davam edər. Dünyaya bu gözlə baxan kimsə ona meyl etməz. Dünya həyatının çətinlik yoxsa rahatlıq, qıtlıq yoxsa bolluqla keçməsi onu o qədər də narahat etməz. Hz. İsa aleyhissalam belə dediyi söylənilir. Dünya bir körpüdür. Onun üzərindən keçin, ancaq onun üzərində ev tikib təmir etməyin. Bu misal göstərir ki, dünya həyatı axirətə çatdıran bir körpüdür. Beşik bu körpünün başında, məzar da bu körpünün sonundadır. İnsanlardan bir qismi körpünün yarısına, bir qismi 1/3-ə, bir qismi 3/2-sinə, bir qismi sonuna gəldiyi halda hələ də qafildir. Tabiun nəslində olan Həsən Basri radiyallahu anh belə demişdir. Dünya ilan kimidir. Toxunduğunda yumuşaqdır, ancaq zəhəri öldürücüdür. Ən çox sevdiyimiz zaman dünyapərəstlikdən daha çox uzaq durmalıyıq. Ən çox sevindiyimiz zaman dünyapərəstlikdən daha çox uzaq durmalıyıq. Çünki insan dünyadan sevindirici bir şeyə könül bağladıqda mütləq dünyanın naxoş bir hadisəsi gəlib onu ondan alar. Necə ki, bir xəstə birisi yeməyə baxıb ağrının şiddətindən yeməkdən ləzzət ala bilmir. Eləcə də dünyaya dalan ibadətdən ləzzət ala bilməz. Qəlbində olan dünya sevgisi ilə bərabər ibadətin ləzzətini hiss edə bilməz. Əziz qardaşlar, dünyapərəstliyə meyl edənin misalı dəniz suyu
suyunu içənin misalı kimidir. İçməyi çoxaltdıqca susaması da çoxalar. Bu, ölənə qədər belə davam edər. Həzrət Peyğəmbərimiz sallallahu aleyhi ve sellem yaşadığı həyat, dünyaya göstərdiyi münasibət hər bir mömin üçün nümunədir. Allah Resulü sallallahu aleyhi ve sellem Uhud dağı qədər qızılım olsa, borcum üçün ayırdığım xaricində yanımda 3 gündən artıq saxlamazdım demiş. Həyatı boyunca dünyaya önəm verməmiş, vəfatından sonra bir neçə şəxsi əşyasından və çox az miqdarda malından başqa bir şey qoymamışdır. Bununla yanaşı, Həzrət Peyğəmbərimiz sallallahu aleyhi ve sellem dünya malı şirindir, cazibadardır sözü ilə hər kəsin dünyaya, maddiyyata qarşı onun kimi davranmayacağını ifadə etmişdir. Həzrət Əli radiyallahu anh dünya və axirətin misalını şərqlə qərbə bənzətmişdir. Birinə nə qədər yaxınlaşırsansa, o birindən o qədər uzaqlaşırsan. Ancaq ilahi kitabların, peyğəmbərlərin göndərildiyi, mələklərin ibadət etdiyi, Allahın nemət və lütflərinin bol-bol verildiyi dünyaya müsbət cəhətdən yanaşmaq lazımdır. Peyğəmbərimiz sallallahu aleyhi ve sellem dünyanın axirət qarşısında olan misalını barmağın dəryaya batırıb çıxardılmasına bənzətmişdir. Axirətə görə dünya sizdən birinizin barmağını dənizə salmasına bənzər. O adam barmağının nə qədər su ilə döndüyünə baxsın. Başqa bir hədisdə isə dünyanın lənətləndiyini söyləmiş, ancaq Allahın zikr edilməsini, elm öyrənib və öyrədilməsini bunların xaricində qeyd etmişdir. Xütbəmizi Qasas surəsinin 77-ci ayəsi ilə bitirək. Allahın sənə verdikləri ilə Allah yolunda infaq edərək axirət yurdunu istə. Dünyadakı nəsibini də unutma. Allahın sənə yaxşılıq etdiyi kimi sən də yaxşılıq et və yer üzündə fitnə fəsad törətməyi düşünmə. Şübhəsiz ki, Allah fitnə fəsad törədənləri sevməz.